Abdullayev 1960-cı il 31 avqustda Lənkəranda musiqiçi ailəsində anadan olub. Orta ixtisas musiqi məktəbində balaban sinifində dərs alıb. 1979-cu ildən Bakıda peşəkar səhnə fəaliyyətinə başlayıb. Peşəkar musiqiçilərlə bir səhnəni bölüşdü. 2014-cü ildən Rəşid Behbudov adına instrumental ansamblda klarnet ifaçısı kimi fəaliyyət göstərir. Eyni zamanda Müslüm Ağamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında mahnı və rəqs ansamblının instrumental heyətində çalışır. Dövrünün bir çox məşhur sənətkarları ilə bir səhnəni bölüşdü. Xalq artistləri Rəşid Behbudov, İslam Rızayev, Rafiq Babayev, Məmməd Bağır Bağırzadə, Nisə Qasımova, Nasbəri Dostayeva, Ağacəbrayel Avasəriyev, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə və digər məşhur sənətkarlarımız. Bugün Hakim müəllimə çoxsaylı təbriklər ünvanlanacaq. Onlardan ilkini təqdim etmək istədik. Hörmətli Hakim müəllim, Beynəlxalq Muğam Mərkəzi sizin yaradıcılığınıza və şəxsinizə böyük hörmət və diqqətlə yanaşır. Muğam Mərkəzi Hakimlerin başka yerlerde çevrilmiş olduğu vardı ittifaklar arasında hapsi yazdılar ama bu geyikli alim hakimlerden geliler öyle olsun geldiğinde 70. yaşlarda bir kesimde sen
mən arzulayıram ki, hakim müəllim ilk dəfə Dərəngəzə biz qaydanda mənim nəvəmin məhz toyunu bir hakim müəllim çağırır. Amin. Mən bu İrəvan xanlığının balaca bayrağını hakim müəllimə təqdim edirəm. Beynəlxalq Diaspora Mərkəzi adından, Vəhdət Partiyasının sədri Adəm İsmail Bakıbı adından, çox dəyərli bizim Gənclər Təşkilatının sədri Aynura xanım, Cəmil bəy buradadır və hər birinizi alqışlayıram. Arzulayıram ki, o torpaqlarda inşallah görüşənlər.
Sabahınız xeyir olsun. Hörmətli Hakim musiqisinin ışığına yığışan qonaqlar. Bugün mən burada elə adamlar görürəm ki, onları tədbirlərdə görmək çox az olur. Çünki hakim musiqisi elə bir dərin musiqidir ki, onu başa düşməyən bura gələ bilməz. Belə şəkildə biz gördük birinci kadrda hakimin ilk dəfə Bakıya gəlişini. O illər mənim yadıma düşür. Hakim bizim tip içiləri adına orada bizim Saadət İnstrumental Ansamblinin ilk addımları olub. Ağabeyli Paşayev yaxşı bilir. Oranın 54-cü ildə rəhmətli mənim atam orada rəhbər olur. Zeynəb Xanlarova, Zora Kərimova, Vəli Qədimov və sonra estafet mənə gəldi və böyük musiqiçilər oradan yetişib sayılarla indiki maşallah xalq artistlərinin 90%-i həmin tip işlərinin Saadət Ansamblının üzvləri oldular. Hakim də həmən Saadət Ansamblına gələndə məşq qutarandan sonra mən xahiş edirdim burada qarovçudan hakim üçün şərait yaratsın, bir 2-3 saatdə hakim məşq eləsin. O qədər həvəsli idi. Balabanı qoyur, klarneti götürür, klarneti görür, balabanı götürür və hər dəfədə çalğısında yüksək profesionallık var idi. Mən bilirdim ki, onun yeganə qulaq astığı böyük sənətkar Ələkbər Əskərov idi. Ruhu şad olsun. Bilirsiniz, Ələkbər müəllim özü də həyatda çox ağır xəsiyyət olur. Düzdür, Rəşid Levtov adına teatrda işləyib, müəyyən səfərlərə gedib, amma sonra nəsə o xasiyyətinə görə, düzgün danışdığına görə, bax, o baxımdan da hakim kiçik yaşlarından onun sənətinə diqqət edib. Hərdən bir sonra elə oldu ki, mən Muğam Teatrına musiqi rəhbəri dəvət olundum və hakim və rəhmətli xanlar, onun da ruhuna bir alış olsun. Onları da dəvət elədim. Muğam Teatrında biz xeylən çalışdıq. O illərdə çox böyük musiqiçilər gəldi, oradan getdi, gəldi. Onlardan biri də burada gözəl bizim xanəndə Ehtiram Hüseynov oturur, onu da alışıyor. Onu demək istəyirdim ki, bəzi vaxt mənim də qulağıma çatırdı, deyirlər ki, hakimin çalğısında Türk elementləri var, belə var. Sonra mənim öz gəncliyim yadıma düşdü. Mən 72-ci ildə Almaniyadan, festivaldan gələndə Asaf Zenalının 2-ci kursunda oxuyordum. Mənim tələbə yoldaşlarımdan biri, o da hal-hazırda xalq artistidir. Dedi ki, sən Türkçə, ərəbcə çalarsan. Sonra illər keçdi, mən konservatoriyada dərs dedim, akademiyada dərs dedim. Dedim, nə oldu? Bəs mən Türkçə çalardım. Yox, sən öz yolunu çalarsan, indələ bütün musiqiçilər də, nəinki kaman çalanlar, skripka çalanlar da, klarnet çalanlar da bu yolu istəyirlər. Bax, hakimin də çalğısında öz yolu var. Hakim özüdür. Heç kimi yamsılamadı. Yana da deyirəm, bizim böyük sənətkarlar olub, Şəmsi İmanov olub, Əşrəf Əşrəfzədə olub, onlar gözəl məclisdə, Alaqda toylarında böyük maharət göstərirlər. Amma Ələskər Əkbərov, Vəli Qədimov, mən çox xoşbəxtəm ki, Vəli Qədimovla mən Zeynəb Xanlarovun ansamblində rəhbər olanda bir yerdə çalışmışam. Həmişə də söhbət edirdim, hakimdən danışırdıq. Bilirsiniz, bu insan özü üçün heç bir şey eləmək istəmir həyatda. Bunu o qədər hamı çox istəyir. Mən onun haqqında danışanda elə bir doğma rəhmətli Mizəli qardaşım haqqında danışıram. Allah rəhmət eləsin. Hakim o illərdə bir yerdə çalışırdılar. Mən amma indi də istəyirəm ki, hakim biraz o biri musiqiçilərdən reklamı öyrənsin. Çalmağı hamısı ondan öyrənir. Amma biraz da reklam eləməyi, televizorda görünməyi hakimə bilirsiniz, heç bir şey lazımdır. Onun bu dəqiqə gedib TRT1-də, Türkiyədə sola konsert verməyə də qabiliyyəti var. Çünki onun
Biz onunla Türkiye'de, Moskova'da seferde olmuştuk. Türkiye'de Hüsnü Şenlendirici gelmişti onun konsertine hakime kulak asmağa. Yani o da balaca bir musikicidir. Ona göre de ben bugünkü günde sizin vaktinizi almak istemiyorum. Allah'tan ona can sağlığı arzu edirəm. Uzun ömür arzu edirəm. Ve həmişə istədiklərin əhatəsində olsun. Çünkü hakim Azərbaycan musiqisine çok lazımdır. Çünkü bizim bu düzgün musiqiye ihtiyacımız var. Bizi telekanallarda yabancı musiqilerle başlayımıza aparırlar. Sağ olun. İfa edir Pərviz Əlikramoğlu.
başlayanda Əslan TV televiziyasında bu barədə geniş saat yarımlıq verici sahibdir. Azər baba, yazında qalsın ki, biz bunu həyata keçirək. Dünya qədim bir kitab. Dünya qalın bir kitab. Oxunur varal-varal. Onu kim qurtardı ki, biz oxuyub qurtaraq? Musiqi dəryadır. Ucu-bucağı görünmür. Biz hər birimiz oradan çay qaşığı qədərinə saç götürmüşük. Kimsə xörək qaşığı qədər götürür. Kimsə kömçü ilə götürür. Bu istedadla bağlıdır. Hakim böyük istedad sahibidir. Hakim ustaddır. Ona heç bir fəxr lazım deyil. Hakim dünyanın sənətçidir. İndi xırdalayacağım, deyəcəm. 80-ci illərin sonlarında, 90-cı illərdə hakimin dəfələrlə kasetləri işıqlı gördüm. Azərbaycana, Ermənistana, Gürcüstana, Şimali, Cənubi Qafqaz respublikalarına yayıldı. Həmçinin Esterin məkanının hər yerinə yayıldı. İrana da, Türkiyəyə də yayıldı. O, birinci kasetdə Hind, Ərəb, Fars, Türk, Moldav, Balqar, Macar, İspan melodiyaları ifa etmişdi. Necə ifa etmişdi? Hər bir xalqın musiqi çalarlarını doğru düzgün yerinə yetirmişdir. Və orada dinləmişdilər. Demişdilər ki, Azərbaycanda belə bir musiqiçi, gənc ifası meydana gəlir. Görün bizim musiqimizi necə ifa edir? Bu hakimin istedadından, böyüklüyündən xəbər verirdi. Və hakim hazırda dünyavi musiqiçidir. Hakimi dünyanın ən məşhur klarnet çalanları qəbul edirlər. Vaxtilə Türkiyədəki o məşhur Mustafa Kandıralı da qəbul edirdi. Maraqlanırdı, ifalarını dinləyirdi. Serkan Çağrı, Bülent Altınbaş, Hüsnü Şənləndirici, Okka Salih, Vasilev, dünyada məşhur klarnet ifaçılarla bunlar. Bunlar hər yerdə sevilirlər. Onlar hər bir hakimin sənətindən bəhrələnirlər, inanın. Hakimdə, hakimin ifasının sənətində çox üstün cəhətlər var. Nədir? Onun texniki imkanları, nəfəs alıb vermə və onun daxili, diafragma məsələləri çox aydındır, güclüdür. Yəni onun tembr xüsusiyyətləri heç kəsə bənzəmir. Sizi inandırıram. Fransanın, Almaniyanın, Türkiyənin A, B, C klarnet markalarını gətirsək, burada səhnədə bir masa üzərinə düşsək və yaxud da pultların üzərinə düşsək, onların hər birini hakimə versək, hakim həmin tembiri göstərəcək. Çünki onlar hakimin daxilindən, qəlbindən gələn səsdir. İnsanda qəlb əsas məsələdir, istinad nöqtəsidir. Hakimin qəlbinin səsi onun klarnet ifasında da, balabanda da, tüfəngdə də, zurnada da tərənnüm olunur, vəsf olunur. Hörmətli aparıcı, xahiş edirəm, sözümü kəsməyin. 5 dəqiqədə danışım, yekunlaşdırım. Hakim axı sıradan sənətçi deyil axı. Bizim ona borcumuz var, o xoş sözlərimizi bir ona deməliyik, onu yaşatmalıyıq. Deməli, Azərbaycanda klarnet ifasının sənəti kitabını mən yazmışam, mən tədqiq etmişəm. Böyük bir tədqiqat yaparmışam. Hacı Hamzoğlu zəng edib, hakimlə danışmışdı ki, Əslan müəllimi görüşünə gedərsən, öz haqqında məlumat verərsən. Deməli, hakim gəlməmişdi. O saymazlıqdan elədi gəlmişdi ki, o qədər təvəzzökar insandı ki, fikirləşmişdi ki, mən kiməm ki?
Nəhayət, mən özüm zəng elədim, onu dilə tutdum, o gəldi. Bakı Humanitar Kollecində, sinif otağında üzvləri əyləşdik, qarşımızda çay, şirin söhbətlər etdik. Görürəm ki, bunun vərəqləri açılmır, qapı açılmır, danışmaq istəmir. Mən hakimin sənət məziyyətlərini açdım, göstərdim, üstün cəhətlərini deyəndən sonra hakim həyəcanlandı. Durdu ayağa, başladı otaqda var-gəl etməyə. Ora-bura gedə-gedə başladı danışmağa. Suallarımı cavablandırdı. Və hakimin bütün cavabları o kitabı öz əksini tapıb. Bu günlərdə o kitaba nəzər yetirmək istədim. Masanın üzərindən götürəndə bu 50 ayağım sürüşdü, kitab əlimdən düşdü. Üz qabığı parçalandı. Əslində ürəyim parçalandı. İnanın, mənim ürəyim parçalandı. O kitablar mənim evlatlarımdır. Mən onlara ömür həsr etmişəm. Sonuncu kitab oldu mənim evimdə. Cəbi 85 kitab nəşr etdik. Maliyyə çətinliyi üzündən. Azərbaycanda bir nəfər tapılmadı ki, özüm verdim qabağa ki, mən maliyyələşdirirəm. Bu bizim xalqımıza, müslimi tariximizə lazımdır. Mən özüm bacardım, özüm etdim və böyük ziyanla onu tamamladım. Bir kitab Axundov kitabxanasındadır. Deməli, hakimin sənəti artıq elmi mahiyyət daşıyır. Burada gənc alimlər iştirak edirlər. Xahiş edirəm, rica edirəm, hakimin sənətindən elmi iş götürün, elmi məqalələr yazın, elmi müdafiə edin. Hakim ona layiqdir. Hakim kimi sənətkarlar 40-ında, 50-ində, 100-ndə bir gəlirlər. Hakimlə görüşəndə bir anda onun üzünə, öz düzgülərinə diqqətlə baxın. Onun çöhrəsində gülümsərliyi var, gülümsər çöhrə var. Onun qəlbinin həssaslığıdır, qəlbinin paklığıdır, üzündə təcalla edir. Hakim istedadlı bir nəslin nümayəndəsidir. Əvvəla deyim ki, bir dəfə söhbətimizdə dedi ki, Lənkəran küçük bir yerdir. Lakin 30'dan artıq mahir klarnet ifadesi var. Düz deyir. Orada İlyas olub, Nəsir olub, Yüzbaşı olub, Bayram olub, kimlər olub. Onların məxsusu olaraq Qərbi Azərbaycana, Gürcistana, başqa yerlərə, toylara aparırdılar. Onların sənətindən bəhrələnirdiler. Hakimi Lənkəran musiqi mühiti yetişdirib, Azərbaycana bəxş edib. Azərbaycan musiqi camiası onu yetiştirib, Türk dünyasına bəxş edib. Türk dünyası onu dünyanın musiqisi kimi yetiştirib, dünyaya bəxş edib. Bizim Azərbaycanımızda o kadar böyük pullu adamlar var ki, belə sənətçilərin konseptləri qoyulmalıdır xarici ölkədə. Başa düşürəm. İndi dünyada siyasi, iqtisadi vəziyyət imkan vermir buna. Dünyadakı müharibələr bunların qarşısını alır. Lakin vaxtında imkan var idi də. Mən hakim haqqında bir məsələndə danışıram. Hakim o mənə müsahibə verəndə kitabçılığım dedi ki, mən elə indiyə qədər mənim ürəyimdən gələn öz istədiyim ifanı etməmişəm. Arzum var ki, həmin ifanı yerinə yetirib, sadar dünyadan gedib. Hakim Bey 65 yaş nədir ki? Ömrü veren Allah'tır. Sənin ömrün elə qalandadır. Sənət fəaliyyəti gözləyir səni. Sən həmin ifanı et, səbirsinlə gözləyir. Nə ifa etməlisən ki, ona razı qalmalısan? Qalan sözümü, söhbətimi Əhsən TV'də danışacağım. Amma xüsusi çıxış hazırlamışdım və buna bir kətir qoysaydılar, otursaydım orada, saatlarını danışsaydım, inandırıram sizi. Nə mən bez nəzdim, nə siz. Çıxışımı belə bitirirəm. O nə çəkdi? Küldən sorur. Baş nə çəkdi? Dildən sorur. İşə tutup barmaqların kədərini insan bilir. Nəğmələrin həsrətini bir qırılmış teldən sorur. Ömrün çətin yollarında dəfət rəfir salsa ayaq,
Gül ne çekti? İlden sorur. Ben kölgesiz bağ görmedim. Eldeki tek dağ görmedim. Gözlerimi yumup açtım. Neçə dostum sağ görmedim. Neler çekti çağlardaşı? Sevdan sorur. Yollar uzun, menzil uzak. Sert taşlara dözdür ayak. Dönsün gerek, dönsün gerek. Kim zirveye kalkar değil, ömrü boyu bir günleri, yüzünleri ömrümüzle, beynimizle, zihnimizle doldurmasan. Ben yolcuyum. O ne çekti? Külden sorur. Hansı sözüm? Şiirlerim, hansı işim? Emellerim, nəğmələrim, bəstələrim, əsərlərim, dəyərlərim yaşayacağım məndən sonra. Nə bilmirəm, eldən sorur. Hakimler, sen büyük yaşıyorsan, sabah da yaşayacaksın eserlerinle. Sen bir meşrepsin, erkeksin, Haşim, sen bir meşrepsin. Azerbaycan'da Eleşmer Mektebi, Veli Mektebi olduğu gibi hakim mektebi var. Senin mektebin yaşayıp, senin bütün ifaların dersliydi, ders vesayeti. Yaşa, yara, gözlüydü. Teşekkür ederim.